Ya Allah. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Allahümme veffegna bittefahhum ve tefhim. Keçən dərsimizdə sərf sadədə keçdik fe'l mazi nədən tutulur və necə tutulur, yəni tutulma qaydalarını ta muzariyə qədər keçdik. Hə? Bu günlərdə inşallah Allahın izni ilə muzari fe'linin necə tutulma qaydalarını keçəcəyik. Çenan ki qofte şod, necəyi ki deyildi. Her mufredi az an siğeha az mufred evvel zərəbə girifti şudu. O siğələrin hər birisinin müfrədi onun birinci müfrədindən tutulur, zərəbədən tutulur. Aydın? Və təsniyə və cəm az mufredi xudeş girifti şudu. Və təsniyəsi və cəmi də öz müfrədlərindən tutulur. Aydındır? Bu keçən dərs oxumuşdur bunu. Və həmçinin muzari ki əknun qofte mişəbəd. Və həmçinin fe'l muzari ki indi deyiləcək. Fe'l muzarinin birinci siğəsi nədir? Fe'l muzarinin birinci siğəsi, yəni fe'l muzari, sulasi mücərrəd, qaib-i müzəkkər-i mufrəd, yəzribu. Yəzribu, yəni vurur və yaxud da vuracaq, qaibdə olan bir kişi. Əz zərəbə girifti şodi. Zərəbədən tutulur. Amma zərəbə özü neydən tutulmuşdu? Zərbidən. Hə? Zərəbə zərbidən tutulmuşdu. Məsdərdən tutulmuşdu. Yəzribu isə öz mazisindən tutulur. Zərəbədən tutulur. Aydındır? Beziyad kərdəni ya-i məftuhi dər əvvələş. Əvvəlinə bir dənə ya-i məftuhə əlavə eləyəcək və sakin kərdəni zad. Zad hərfini sakin eləyəcək və məksur kərdəni ra. Ra hərfini məksur eləyəcək və məzmum kərdəni ba. Və ba hərfini zəmmə eləyəcək. Olacaq yəzribu. Məsələn. Zərəbə feilinin maddəsi nə idi? Zad idi, ra idi, bir də ba idi. Məsdəri zərbidir. Hə? Zərb. Məsdəri zərbun. Hə? Zərbundan tutduq zərəbəni. Ra ilə baya və məftuh eləməklə ra ilə banı. Məftuh eləməklə oldu zərəbə. Hə? Aydın? İndi zərəbə dedik ki, zərbidən tutuldu, məsdərdən tutuldu. Düz? Zərəbədən nə tutulacaq? Zərəbədən tutulacaq fe'l muzari. Bunun əvvəlinə bir dənə ya gətirəcək, zərəbənin əvvəlinə ya-i məftuhə gətirəcək, olacaq yə. Zad hərfini eləyəcək məskun, sakin eləyəcək, olacaq yəz. Ranı eləyəcək məksur, yəzri. Banı eləyəcək nə? Məzmun, yəzribu. Hə? Kətəbə yəktibu. Hə? Yəktubu. İndi onları inşallah feilin vəzinlərin keçəndə onu biləcək ki, yəktubu olacaq, yoxsa yəktibu olacaq. Eynul feili kəsrəli olacaq, yoxsa zəmməli olacaq. Onları vəzinləri keçəndə biləcək. Yəni, burada biz bu ünləri bildik ki, zərəbə məsdərdən, zərbidən, yəzribu isə zərəbədən tutulubdur. Aydındır? Yəzribu necə tutulubdur? Əvvəlinə bir dənə ya-i məftuhə gətirməklə, faul feilini sakin etməklə, eynul feilini məksur etməklə, lamul feilini isə məzmum etməklə meydana gəlir. Aydın birinci siğə fe'l muzaridə, birinci siğə bu cür meydana gəlir. İkinci siğə fe'l muzari, sulasi mücərrəd, təsniyə müzəkkər, yəzribani, yəzribanidir. Yəzribani yəni vurur və yaxud da vuracaq qaibdə olan iki kişi. Aydın? Əz yəzribu girifti şudu. Bax, yəzribudan tutulur. Təsniyəsi yəzribu. Müfrədi zərəbədən tutulur. Amma təsniyəsi öz müfrədindən tutulur. Aydındır? Yəzribani yəzribudan tutulur. Biz ziyad kərdəni əlifi və nuni məksuri dər axirəş və məftuh kərdəni ba be münasibəti əlif.
Deyir axırına əlif və kəsrəli nunu artırmaqla və axırını banı məftuh eləməklə, çünki məftuh nədir? Əlifin münasibətidir. Məsələn, yəzribani. Yəzribudur idi. Elə bir yəzribudur. Yəzribu. İndi istəyirik bundan təsniyə düzəldir. Bunun axırına bir dənə əlif və nun məksura artırırıq. Yəzribuani oldu, hə? Bu əlifin münasibəti nədir hərəkələrin içərisində? Fəthə. Ona görə zəmməni buradan banın üstündən silirik, buna bir dənə fəthə veririk. Oldu nə? Yəzribani. Aydındır? Üçüncü siğə fe'l-i muzari, sulasi, mücərrəd, cəm-i, müzəkkər-i qayib, yəzribunə. Hə? Yəzribunə yəni vurur və yaxud da vuracaq qayibdə olan cəm kişilər. Əz yəzribu gerifti şodur. Yenə də bu da yəzribudan tutulur, öz müfrədir. Mazidəki kimi. Eyni ilə mazidəki kimidir. Be ziyad kərdəni vav-ı sakini, bir dənə vav, sakin olmuş vavı artırırıq və nun-u məftuhi dər axirəş. Bir dənə də fəthələnmiş nunu axırına artırırıq. Yəni bunu, yəni mən sənə demişəm, vav və nun, vav-ı cəm. Hə? Axırına artırmaqla cəm bağlanır. Olur yəzribunə. Aydın? Dördüncü fe'l-i muzari, sulasi, mücərrəd, qayib-i, muannəs-i, müfrəd. Görək bu nədən tutulur? Təzribu, əz yəzribu gerifti şodur. Təzribu, yəzribudan tutulur. Müfrəd-i müzəkkərdən tutulur. Müfrəd-i qayib-i, muannəs, müfrəd-i qayib-i, müzəkkərdən tutulur. Yəni, vurur və yaxud da vuracaq qayibdə olan bir qadın. Be təbdil kərdəni ya beta. Yanı taya təbdil etməklə. Aydındır? Yanı taya təbdil edilir. Təzribani fe'l-i muzari, sulasi, mücərrəd, təsniyə-i, müənnəs-i, qayib. Hə? Qayibdə olan iki qadının təsniyəsi. Hə? Yəni, vurur və yaxud da vuracaq qayibdə olan iki qadın. Əz təzribu gerifti şodur. Bu da öz müfrədindən tutulur. Təzribani öz müfrədindən tutulur. Be ziyad kərdəni əlifi və nuni məksuri. Arxasına əlif və kəsrələnmiş nunu artırmaqla. Zəmməni də banı da zəmməsin əlifə münasib olaraq fəthə eləyirik. Necə ki, yəzribanidə, yəni elədik. Yəni burada. Yəzribnə. Yəzribnə fe'l-i muzari, sulasi, mücərrəd, cəm-i müənnəs-i qayib. Qayibdə olan cəm müənnəsin siğəsidir. Yəni, vurur və yaxud da vuracaq qayibdə olan cəm qadınlar. Əz təzribu gerifti şodur. Öz müfrədindən tutulur. Təzribudan tutulur. Be təbdil kərdəni ta be ya. Tanı yenidən biz yaya təbdil edilir. Əvvəlindəki ətəynə hərflərindən söhbət gedir. Dər əvvələş. Əvvəlində tanı yaya təbdil edilir. Və sakin edirik banı. Sakin kərdəni ba. Banı sakin eləməklə və ziyad kərdəni nunu məftuhi dər axirəş. Axırına da bir dənə fəthəli nun artırırıq, olur yəzrib nə. Aydındır? Yəni cəm qadındır. İndi gəlirik fe'l-i muzari, sulasi mücərrəd, müfrəd-i müxatəb-i müzəkkər. Kişinin, hazırda olan kişinin müfrədinə. Hə? Müzari fe'li. Təzribu, yəni vurursan və yaxud da vuracaqsan sən, hazırda olan bir kişi. Yəni belə üzbəüz danışır. Əz yəzribu. Bu da getdi, çıxdı lap müfrədinə. Müfrəd-i müğayəb-i müzəkkər. Təzribu tutulur müfrəd-i müğayəb-i müzəkkərdən. Be təbdil kərdəni ya beta. Ətəynə hərfini taya təbdil edilir. Bu cürə tutulur. 8-ci fe'l-i muzari, sulasi, mücərrəd, təsniyə, müzəkkəri, müxatəb. Hə? Təzribanidir. Yəni, mənası budur ki, vurursunuz siz və yaxud da vuracaqsınız siz iki dənə kişi. Yəni, iki kişi bizim hal-hazırda qarşımızdadır. Nədən tutulur? Əz təzribu gerifti şudur, öz müfrədindən. Öz müfrədindən tutulur. Be ziyad kərdənə əlif və nun-u məksuri dər axirəş, axırına kəsrələnmiş nun və əlifi əlavə etməklə və məftuh kərdəni bab və münasibəti əlif.
və banı məftuh eləməklə əlifin münasibətinə görə. Aydındır? 9-cu siğə. 9-cu siğə nədir? Fe'l-i muzari, sulasi mücərrəd, cəm-i müzəkkəri, muxatəb. Hazırda olan cəm kişilərdən söhbət edir. Təzribunə, yəni vurursunuz siz və yaxud da vuracaqsınız siz cəm kişilər. Hazırda olan cəm kişilər. Aydındır? Bu da öz müfrədindən tutulub. Əz təzribu gerifti şodir. Təzribudan tutulubdur. Be ziyad kərdəni vav-ı sakin, vav-ı sakini axırına əlavə etməklə və nun məftuh dər axirəş və fəthələnmiş nunu axırına əlavə etməklə. Oldu təzribu. Gəldik, yetişdik fe'l-i muzari, sulasi, mücərrəd, müfrəd-i müənnəsi, muxatəb. Hazırda olan qadının siğəsinə gəldik, yetişdik. Təzribinə. Təzribinə. Yəni vurursan sən, hazırda olan bir qadın və yaxud da vuracaqsan, hazırda olan bir qadın. Əz yəzribu. Bax, getdi lap müfrədi müğayəbi müzəkkərə yenə də. Yəni hər birisinin müfrədi lap əvvəldəki müfrəddən tutulur. Lap əvvəlki müfrəddən mazidən tutulmuşdur. Aydındır? Sonra hər birisinin təsniyəsi və cəmi öz müfrədindən tutulur. Aydındır? Təzribinə nə? Hazırda olan bir qadının siğəsi olduğuna görə gedir lap özünün əvvəldəki müfrədindən tutulur. Yəni müfrəd-i müğayəbi müzəkkərdən tutulur. Aydın? Əz yəzribu gerifti şudur. Be təbdil kərdəni ya be ta dər əvvələş. Siğənin əvvəlində olan yanı taya təbdil eləyəcək. Ətəynə hərflərindən. Aydın? Yəzribu idi, oldu təzribu. Hə? Oldu təzribu. Və ziyadkərdəni ya-i sakin və nun-i məftuh dər axirəş. Ya-i sakinəni və nun-i məftuhəni axırına artırırıq. Olur təzribuy nə? Hə? Təzribuy nə olur? Hə? Və məksur kərdəni ba be münasibəti ya. Yanın münasibəti nədir? Kəsrədir. Yanın münasibətinə görə neynürük? Zəmməni, banın yasını təbdil edirik kəsrəyə. Olur təzribinə. Təzribuy nə idi? Olur təzribinə. Aydındır? Təzribinə də bu cür alır. Təzribani fe'l muzari, sulasi mücərrəd, muxatəbi təsniyə, muxatəbi müənnəs. Hə? Vurursunuz siz iki qadın və yaxud da vuracaqsınız. Əz təzribinə gerifti şudur. Öz müfrədindən tutulur. Be təbdil kərdəni ya, be əlif və nun-i məftuhə deyir ki, yanı əlifə və nun-i məftuhəyə təbdil edirik be nun-i məksur. Hə, nun-i məksura təbdil edirik və məftuh kərdəni ba be münasibəti əlif. Əlifi də əlifin münasibətinə görə də banı məftuh edirik. Olur təzribani. Aydındır? Təzribinə idi, əlavə edirik əlif və nunu. Hə? Olur təzribiyani. Hə? Olur təzribiani. Olur. Əlifin münasibəti nədir? Fəthədir. Ona görə banın kəsrəsini həsf edirik. Ona bir dənə fəthə veririk. Olur təzribani. Aydındır? Nun-u hə. 12-ci siğə. 12-ci siğə fe'l-i muzari, cəm-i sulasi mücərrəd, cəm-i müənnəsi muxatəb. Hə? Təzrib nə? Yəni vurursunuz siz cəm qadınlar və yaxud da vuracaqsınız siz cəm qadınlar. Əz təzribinə. Bu da öz müfrədindən tutulub. Əz təzribinə gerifti şudur. Təzribinədən tutulubdur. Be sakin kərdəni ba və həsf ya. Banı sakin eləməklə və yanı axırındakı yadan söhbət gedir. Axırındakı yanı həsf eləməklə. Olur təzrib nə? Aydın? Təzrib nə? Yəni vuracaqsınız və yaxud da vurursunuz. Gəldik, yetişdik. Nəhayət nəfs-i mütəkəllimə. Nəfs-i mütəkəllim siğəmiz neçə dənə idi? 2 dənə. Bir dənə nəfs-i mütəkəllim vəhdə, bir dənə də məəl qeyr. İstəyir müzəkkər olsun, istəyir müənnəs olsun. İstəyir təsniyə olsun, istəyir cəm olsun. Aydındır? Əz yəzribu gerifti şode. Əzribu yəzribudan tutulubdur. Qayıtdı lap əvvəli. Be təbdil kərdəni ya be həmzi. Əvvəlindəki yanı həmzəyə təbdil edəcək. Hə? Ətəynə hərfini.
Nezribu fiil sulasi mücerred, fiil muzari sulasi mücerred, mütekellim ma'al gayr. Nezribudur. Yani vururuq biz və yaxud da vuracağıq. Biz, cəm kişilər və yaxud da cəm qadınlar. Əzribu gerifdir şöyle. Bu deyir əzribudan tutulubdur. Be təbdil kərdəni həmzə be nun. Həmzəni nuna təbdil etməklə. Əvvəlindəki həmzəni nuna təbdil etməklə. Aydındır? Və siğə-i əmr tabi çaharda siğə-i muzari است. Deyir, əmrin siğələri 14 dənə siğəsi tabidir muzarinin 14 siğəsindən. Yəni, o muzarinin 14 siğəsi nə cür düzəlirsə, əmrin də 14 siğəsi o cürə düzəlir. Tabidir ondan. Yəni, hər yek əz siğə-i əmr, yəni əmrin hər bir siğələri, əz hər yek əz siğə-i muzari geriftir şöyle. Muzarinin hər bir siğəsindən tutulurdu. Bedin qərar. Bu qayda ilə. Birincisi liyəzrib. Liyəzrib fiili sulasi, fiili əmr sulasi mücərrəd. Muğayəb, müzəkkər, müfrəd. Hə? Əz yəzribu geriftir şöyle. Yəzribudan tutulubdur. Be ziyad kərdən lam-ı məksur, əvvəlinə bir dənə kəsrəli lamı əlavə eləyəcək, yəni feil-i muzarinin əvvəlinə bir dənə lam-ı məksur əlavə eləyəcək və sakin kərdən ba dər axirəş, axırındakı banı da neynəyəcək? Sakin olur. Olacaq li yəzrib. Hə? Yəzribu idi, əvvəlinə bir dənə lam-ı məksur artıqdır. Ona deyirlər lam-ı əmr. Olur li yəzribu. Hə? Li yəzribu. Axırını da, bağını da eləyirik sakin, oldu liyəzrib. Aydındır? Yəni vursun, gərəkdir vursun. Qayibdə olan bir kişi. Aydındır? Gərəkdir vursun. İkinci siğə, liyəzriba. Hə? Liyəzriba, daim məsələn öz müfrədindən tutulmur. Muzarinin ikinci siğəsindən tutulur. Yəzribanidən. Aydındır? Yəzribanidən. Nə cürə yəzribanidən tutulur? Əvvəlinə bir dənə lam-ı məksur əlavə eləyirik. Axırındakı nunu cəzimlik əlaməti olaraq cəzim, çünki lam-ı əmr cəzim verər axı feylə. Çünki yəzribu idi, liyəzrib oldu. Cəzim verdi də axırına. Düzdür? Amildir də, əməl qoydu öz məmulunda. Oldu liyəzrib. Hə? Bu nun nə idi? Nun tənvinli əlaməti və yaxud da hərəkənin əlamətidir. Hə? Çünki nun təsniyədə həmin o zəmmənin əlaməti olduğuna görə zəmmə cəzm olunur axı. Ona görə cəzm əlaməti əvvəlinə gəldiyinə görə nun düşür. Olacaq liyəzriba. Yəzribani idi, lam-ı məksur əvvəlinə gəldi, oldu liyəzribani. Hə? Lam-ı əmrin işi nədir? Cəzm versin. Cəzmli əlamətinə görə nun düşdü, oldu liyəzriba. Aydındır? Yəni əmr siğəsi bu cürə düzələr. Liyəzriba əz liyəzribani gerefte şöyle. Liyəzriba yəzribanidən tutulubdur. Be ziyadkərdən lam der əvvələş, lamı əvvəlinə əlavə etməklə və həzf-i nun əz axirəş. Nunu axırından atmalı. Burada çox izah verməyim, sadəcə tanışlıqdır bunlar. Ona görə yəni çox izahat verməyim. Liyəzribu fiil-i əmr sulasiye mücərrəd. Cəm-i müənnəsi, cəm-i müzəkkəri qayib. Mənası budur ki, vursunlar, əmr verir. Vursunlar qayibdə olan cəm kişilər və yaxud da hələ vursunlar da. Yəni elə vursunlar. Liyəzribu. Əz yəzribunə. Bax, diqqət elə. Elə özü feil muzarinin cəm-i müzəkkəri müğayəbindən tutulub. Yəzribunadan tutulub. Daha öz müfrədindən tutulmayıb. Obri siğələr kimi. Başa düşdün? Bu hamısı bir-birindən tutulur. Amma onlar öz müfrədindən tutulurdu. Başa düşdün? Bu nə cür olub? Lam-ı məqsurəni əvvəlinə gətiririk, olur liyəzribunə. Hə? Demişdik ki, nun həmin o zəmmənin əlamətidir. Əvvəldə yəzribudakı. Bu zəmmə də cəzm olur da, lam-ı məqsurə gələndə zəmmə cəzm olur. Hə? Ona görə nuna bizim ehtiyacımız yoxdur. Nə olacaq? Olacaq liyəzribu. Aydındır? Deyir liyəzribu. Əz yəzribunə gerefte şöyle. Yəzribunədən tutulubdur. Be ziyadkərdən lam der əvvələş. Lamı əvvəlinə gətirməklə və həzf-i nun əz axirəş. Axırından da nunu neynirik? Həzf edirik.
Dördüncü siğə fe'l-i emr. Sulasi mücerred. Müfredi muannesi gayb. Müfredi muannesi mugayb. Litezrib. Yani vursun gaybda olan bir kadın. Ez tezribu gerifte şudur. Tutulup fe'l-i muzarinin mugayebi müennesinden. Tezribudan tutulup. Ne cür elədik bunu? Bunun da əvvəlinə lam məksurəni gətirdi, axırını da fe'lin axırını da cəzm elədi. Oldu litəzrib. Litəzriba, yəni elə bil ki, qayib müənnəsin təsniyəsi. Nədən tuturuq? Muzarinin təsniyəsindən, qayib müənnəsinin təsniyəsindən. Olur, təzribanidən tutulur, əvvəlinə bir dənə lam məksurəni gətiririk, axırındakı o tənvin əvəzi olan nunu neynirik? Atırıq olur litəzriba. Yəni gərəkdir vursun qaybda olan iki qadın. Aydındır? Bunları tərcümə eləmirəm bilirsən niyə görə? Çünki elə eyni şeyi gedir də, eyni sözləridir. Liyəzribnə, yəni qaybdə olan cəm qadınlar gərəkdir vursunlar. Fe'l-i əmr, sulasi mücərrəd, cəm müənnəsi muğayib. Siğənin adı budur. Nədən tutulub? Fe'l-i muzari, sulasi mücərrəddən tutulub, cəm-i müənnəsi qayibdən. Yəzribnədən tutulub. Nə cürə tutuldu? Yəzribnədə əvvəlinə lam-i məksurəni gətirdik, oldu liyəzribnə. Bəs axırındakı nunu nəyə görə həsf eləmədik? Cəmliyə görə. Əhsən. Deyəcək ki, bu nun o nundan deyil. O nun tənvin əlamətidir. Amma bu nun cəm-i müənnəsin əlamətidir. Biz hardan bilərik bu cəm-i müənnəsə dəlalət edir? Bu nun həmin o nundur ki, cəm-i müənnəsə dəlalət edir. Aydındır? Litəzribnə. Gerifdə şudur, biz ziyadkərdən lam fəqət. Fəqət bir dənə lamı əlavə edəcəyik. Gəldik, yetişdik. Fe'l-i əmr, sulasi mücərrəd, müfrəd-i müxatəb-i müzəkkərə. Yəni izrib. Vurgunan sən hazırda olan bir kişi. Və yaxud da gərəkdir vurasan sən hazırda olan bir kişi. Nədən tutulub? Əz təzribu. Təzribu, yəni fe'l-i muzarinin müxatəb-i müzəkkərindən. Müfrəd-i müxatəb-i müzəkkərindən tutulub. Nə cürə tutulub? Əvvəlindən tanı atırıq. Tanı həmzi əmrinə əvəz edirik. Olur izribu. İzribu. Bu əlif ki əvvəlində var, müxatəblik əlifi, o həm də əmrliyə dəlalət eləyər. Ona görə kəlmənin axırını neynirik? Cəzm edirik. Olur izrib. Yəni vur sən hazırda olan bir kişi. Əz təzribu gerifdə şudur, be həzf-i hərf-i muzari və avordəni həmze-i məksuri dər əvvələş. Əvvəlinə muzari hərfini atırıq və əvvəlinə həmzə, kəsrəli bir dənə həmzə gətiririk. Sakinkərdən ba dər axirəş. Axırındakı banı da cəzm edirik, sakin edirik. Aydındır? Fe'l-i əmr, sulasi mücərrəd, təsniyi, müzəkkəri, müxatəb. İzriba. Yəni siz iki kişi vurun. Nədən tutulub? Fe'l-i muzarinin, müxatəbinin, təsniyəsinin müzəkkərindən. Təzribanidən tutulubdur. Nə cürə tutulubdur? Tanı atırıq əvvəlindən, müxatəblik həmzəsini gətiririk əvvəlinə. Olur izribani. Axırındakı nun tənvinli əlamətidir. O nunu atırıq, olur izriba. Gərəkdir siz iki kişi neynəyəsiniz? Vurasınız. Aydındır? İzribu cəm-i müxatəb-i müzəkkəri sulasi mücərrəd-i fe'l-i əmr. İzribu. Siz cəm kişilər buyurun. Nədən tutulub? Fe'l-i sulasi mücərrəd-i muzaridən müxatəb-i müzəkkər, cəm-i müxatəb-i müzəkkərdən. Təzribu nədən tutulub? Neynirik? Əvvəlindəki ətəynə hərfini atırıq. Yenə də əmrin müxatəblik həmzəsini əvvəlinə gətiririk. Axırındakı tənvin əvəzi olan nunu atırıq, olur izribu. Aydın? İzribu. Yəni vurun siz cəm kişilər. İndi gəldik müxatəbin, əmrin müxatəbinin müənnəsinin müfrədinə. Nə cür deyəcək? Deyəcək ki, izribi. İzribi.
İzribi az tezribine gerifte şöyle. İzribi tezribineden tutulur. Tezribine müfredi, muhatabi, muannesi, fiil muzaridi. Sulasi mücerretten olan Evet. fiil muzaridinin müfredinin, muhatabinin müennesidir. Ha? Əvvəlindən tanı atırıq bir dənə müxatəbli, əmrin müxatəbli həmzəsini getiririk. Hə? Oldu izribinə. Hə? Bəli. İzribinə. Axırdakı nunu atırıq. Hə? Cəzmli əlaməti olaraq axırındakı nunu atırıq. Olur izribi. Ya qalır da orada. İzribi. Həmin o izribi mənası bu olur ki, vur sən hazırda olan bir qadın. Hə? Və yaxud da gərəkdir vurasan gələcəkdə hazırda olan bir qadın. İzriba bunun təsniyəsindən tutulur. Yəni fe'l muzarinin muxatab müənnəsinin təsniyəsindən, təzribanından tutulur. Bu nə cür tutulur? Eyni ilə müzəkkərdə nə cür tutulurdu? O cürə. Əvvəlindən ətəynə hərfi atılır. Həmzə, müxatəbli həmzəsi, əmrin müxatəbli həmzəsi əvvəlinə gəlir. Axırındakı tənvin əvəzi olan nun düşür, olur izriba. Hə? Bəli. Necə ki, müxatəbi müzəkkərdə, müxatəbi müənnəsdə də eyni siğədir. Aydındır? İzribnə. İzribnə yenə də öz müzarisindən tutulur. Müxatəbi müənnəsi cəmdən tutulur. Gəlir əvvəlinə bir dənə tanı atıb, əvəzinə həmzəni qoyuruq, olur izribnə. Yəni gərəkdir, siz cəm qadınlar vurasınız. Aydındır? Gəldik, yetişdik. Bax, diqqət elə, bu 6 dənə siğədə, yəni müxatəb siğəsində lam-ı əmirdən istifadə eləmədik. Bu fe'l-i məluma aiddir. Əgər fe'limiz məlum olarsa, hə? Fe'l-i məlum olarsa, yəni fail görünərsə, bilinərsə. Əgər fe'limiz məchul olsa, fe'limiz məchul olsa belə, fe'limiz məchul olsa, müxatəbdə də lam işlənəcək, lam-ı əmir işlənəcək. Fəqət fe'l-i məlumda indi keçəcək olar, gələcək inşallah qamalda. Fe'l-i məlumda, yəni müxatəbli siğələrində, fe'l-i əmrin müxatəbli siğələrində lam-ı əmir işlənməz. Onun əvəzinə bir dənə həmzə gətirirlər. Bu salim fe'llərdən söhbət gedir. İndi inşallah gələcəkdə keçəcək mötəllül fa, mötəllül eyn, mötəllül lam, yəni bunların əmri necə olar? Bunlara həmzə ehtiyac olacaqmı, olmayacaqmı? Bunları da inşallah keçəcəyik inşallah. Gəldik, yetişdik mütəkəllim siğələrə, əmrin mütəkəllim siğələrinə. Liəzrib, linəzrib. Liəzrib nədən tutulur? Liəzrib tutulur əzribudan. Hə? Bəli. Əzribu fe'l-i muzarinin mütəkəllim vəhdəsidir. Hə? Əvvəlinə bir dənə lam-ı əmr gətiririk, axırını da eləyirik cəzm. Olur liəzrib. Gərəkdir mən vuram. Hə? Linəzrib yenə də fe'l-i sulasi, fe'l-i muzarinin mütəkəllim mə'l qeyrindən tutulur. Nəzribudan. Hə? Nəzribunun əvvəlinə bir dənə lam-ı əmr gətiririk, axırını da cəzm eləyirik. Olur nə? Linəzrib. Aydındır? Fe'l-i əmrlə də qutardıq. Demək, pəs mülahizə şod ki, pəs mülahizə oldu ki, 14 siğe əmr tabi 14 siğe muzari است. Fe'l-i əmrin 14 siğəsi tabidir fe'l-i muzarinin 14 siğəsinə. Hər siğə öz siğəsindən, öz bərabərində dayanan siğədən tutulur. Düzdür? Amma fe'l-i muzaridə nə tər idi? Hər müfrəd öz əvvəlki müfrədindən tutulurdu. Hər müfrədin də təsniyəsi öz müfrədindən tutulurdu. Aydındır? Fe'l mazidə də həmçinin. Yeganə fe'l-i əmrdir ki, fe'l-i əmr hər siğəsi öz siğəsinin bərabərində dayanan siğədən tabiçilik edir fe'l-i muzaridə. Aydındır? 6 siğe gayib və 4 siğe mütəkəllim dər əvvələş lam məskuri avordu mişəvər. Qaybin 6 dənə siğəsi əmrdən söhbət gedir ha. Qaybin 6 dənə siğəsi 3-ü müzəkkər, 3-ü müənnəs. Və 2 dənə də mütəkəllim nəfsi. Hə? Bunların hamısının əvvəlinə nə artırırlar? Lam-ı məksura artırırlar. Və 6 siğə hazır dər əvvələş hərfi muzari həsb mişəvər. Amma 6 dənə müxatəb siğəsi ki var, izrib, izriba, izribu, izribi, izriba, izribnədə. Bunların əvvəlindən muzari hərfi həsf olar və becayış həmzə avordu mişəvər. Yerinə həmzə gətirirlər.
Hə, 6 dənə müxatəb siğəsində. Yəni lam-ı əmr gəlmir. Lam-ı əmr fəqət aiddir qayib siğələrinə, bir də nəfsi mütəkəllim siğələrinə. Müxatəb siğələrində lam-ı əmr gətirilməz. Elə fəqət muzari hərfini əvvəlindən atarsan, bir dənə həmzə gətirirsən əvvəlindən. Onlar izrib, izriba, izribu, izribi, izriba, izribdə. Hə? Və dər 5 siğə və 5 dənə siğədə do siğə müfrəd-i müzəkkər və muannəs-i qayib. Müzəkkərin do siğə müfrəd-i müzəkkər. 2 dənə müfrəd müzəkkər siğəsi və muannəs-i qayib və qaibin muannəs siğəsi və yek siğə müfrəd-i müzəkkər hazir və bir dənə də müfrəd müzəkkər hazir siğəsi və do siğə mütəkəllim və 2 dənə mütəkəllim siğəsi hərf-i axir sakin bir şəfət. Axırıncı hərflər sakin olacaq. Hə? Yəni o nun götürməyənlər, təsniyə olmayan müfrədlər. Hə? Müfrədlər o 5 siğədir. O 5 siğənin hamısının axırı cəzm olacaq. Məsələn, liyəzrib, litəzrib, litəzrib bir də var. Hə, sonra liəzrib, linəzrib. Hansı ki, məsələn, nunu, tənvin əvəzi nun olmayanlar. Bunlar hamısının axırı nə olacaq? Cəzm əlaməti olacaq. Və dər həft siğə, hansı ki, axırlarında nun var. Və dər həft siğə, 7 siğə. Çahar siğə təsniyə. 4 dənə ikiliyə dəlalət edən, təsniyəyə dəlalət edən siğə. İstir müzəkkəri, istir müənnəsi. Və do siğə cəm-i müzəkkər. 2 dənə cəm müzəkkərin siğəsi. Və yek siğə müfrədi müənnəsi hazır. Və bir dənə hazırda olan müənnəsin müfrədi. Nun əz axirəş həsb mişəbət. Cəzmli əlaməti olaraq nun axırlarından düşür. Aydındır? Və do siğə cəm-i müənnəs dər axirəş təğyiri niz. Cəm-i müənnəsin axırında amma dəyişiklik aparılmaz. Təzribinə. Məsələn, təzribnə. Litəzribnə. Liyəzribnə. Aydın? Bunların axırında dəyişiklik yaranmaz. Bəlkə feil dər kəlam-ı ərəb əz cəmbe siğə və saxtiman-ı ləfz nə əz cəhət mə'na ya mazis ya muzari zira dər əvvəl an ya yeki əz huruf-u muzari həst ya nist. Əgər nist mazis, əgər həst muzaris. Bu siğənin mənalarını deyir. İnşallah bunu da gələn dərs Allahın iznindən oxuyaq. Beynun qarışmasın. Və selamun aleykum və rəhmətullahi və bərəkatuhu. Aydındır? Telefonu götür.